Salam, bizim bugünkü dərsimiz zərfdir. Zərf əsas nitq hissələrindən biridir. Daha çox hərəkəti izah etmiş olur. Hərəkəti müxtəlif cəhətdə izah edir. Yəni onun tərzini, zamanını, yerini və miqdarını bildirmiş olur. Zərflər necə, nə cür, harada, haradan, nə qədər və sair suallarına birinə cavab verir. Və yadda saxlayın ki, zərfin haranı sualı yoxdur. Bu sual daha çox aid olacaq cümlə üzvlərindən tamamlığa. Zərfin belə bir sualı yoxdur. Sonra zərflər həm təsriflənən, həm də təsriflənməyən feillərə aid olur. Təsriflənən feil dediyimiz zaman feilin şəkilləri nəzərdə tutulur. Xəbər, əmir, lazım, şərt, vacib, arzu. Təsriflənməyən dediyimiz zaman məsdər, feili sifət və feili bağlama nəzərdə tutulur. Sabah gələcək, tez getməliyəm. Burada gördüyünüz kimi təsriflənən feilə aiddir. Bu xəbər şəklindədir, bu da vacib şəklində. Diqqətlə dinləmək, dünən keçirilən geriyə dönəndə. Burada da gördüyünüz kimi məsdərə, ondan sonra feili sifətə və feili bağlamaya aid olmuş olur. Zərflər təkcə feilə yox, digər nitq hissələrinə də aid ola bilərlər. Məsələn, dünən qonaqlıq idi. Dünən qonaqlıq, gördüyünüz kimi ismə aid oldu. Dağlar həmişə dumanlıdır, sifətə aid oldu. O, bugün 5-cidir. Bugün 5-cidir, saya aid oldu. Yaman sevincli idi. Burada da sifətə aid olmuş oldu. Əgər bizim xəbərimiz sifətdirsə və yaxud ismi xəbərimiz feili sifətdirsə, məsdərdirsə, biz bilirik ki, feili sifət və məsdər hərəkətə aid olur, hərəkəti bildirmiş olurlar. Ona görə onlardan əvvəl olan sözə siz sifət yox, zərf deyəcəksiniz. Gördüyünüz kimi burada mənim deməli xəbərim sifətdir. Ondan əvvəl gələn söz artıq sifət olmayacaq, zərf olacaq. Bunu yaxşı yadda saxlayın. Əgər mənim deməli xəbərim, ismi xəbərim, məsdər, feili sifət və sifət olarsa, onun əvvəlki sözə mən sifət demirəm, zərf demiş oluram. Testdə görəcəksiniz. Zərfin quruluşca növləri, deməli, quruluşca 3 yerə bölünür, digər nitq hissələri kimi. Sadə, düzəltmə və mürəkkəb olur. Sadələr, baxın, bunlardır. Ora, bura, sırağa gün, arxayın, yaman, qabaq, dərhal və s. Bu sözü siz tez-tez görəcəksiniz. Sadədir və bunun tərkibində ı yoxdur. Sırağa gün şəklində yazılır. Sonra iniş il var, bildir var. İniş il deməli 2 il bundan əvvəlki hadisələri bildirir. Bildir 1 il bundan əvvəlki hadisələrə aid olur və bildir zərfində vurğu əvvələ düşmüş olur. Bunlar da sadədirlər uşaqlar. Sonra düzəltmə zərflərimiz haqqında sizə məlumat verim. Düzəltmə zərflərimiz cacə, casnacəsinə, lalə, ən, ondan sonra akı, anə və s. şəkilçilərlə düzəlir. Bunlardan cacə, casnacəsinə, lalə, ən vurğu qəbul etmir. Düzdür, proqramda əks edilməyib, amma deməyi lazım bildim. Siz cacə şəkilçisini, ədatın cacə şəkilçisini necə fərqləndirəcəksiniz? Mən sizə onu deyim, sizə rahat olacaq testi eləyəndə. Deməli, zərfin cacə şəkilçisi leksik şəkilçidir və bu daha çox dil bildirən sözlərin üzərinə artırılır. Leksik şəkilçi olduğuna görə onu ixtisar eləmirik. İxtisar etdiyimiz zaman cümlənin məzmununda dəyişiklik baş verəcək, məzmunsuzluq yaranacaq. Məsələn, deyirəm ki, Türkcə danışdı. Baxın, buradakı cacəni mən ixtisar eləyə bilmərəm. Türk danışdı olacaq. Cümlənin məzmunu dəyişdi. Mən bayaqları dili bildirirdim. İndi milliyyəti bildirdi. Türk danışdı dedim. Gördüyünüz kimi məzmunsuzluq yaranır. Daha doğrusu cümlənin məzmunu dəyişilir. Deyirəm ki, təkcə dayanıb. Buradakı cacə ədatın şəkilçisidir. Baxın, onu ixtisar eləmək olur və cümlənin məzmununa xələl gəlmir. Tək dayanıb. Tək dayanıb da olar, təkcə dayanıb da olar. Heç bir cümlənin məzmununa xələl gəlmiş olmadı. Bu şəkildə fərqləndirə bilərsiniz. Bu da onun bir yoludur. Deməli, sonra burada var zorla şəkilçisi. Lalədir bu, deməli.
Bunu siz deməli bağlayıcıda da görəcəksiniz, qoşmada da görəcəksiniz. Eyni zamanda zərf düzəldən leksik şəkilçi mövqeyini də görəcəksiniz. Necə fərqləndirə bilərsiniz? Baxın, belə deyim sizə. Daha çox bunu qoşma ilə qarışdırırlar. Qoşma olduğu zaman konkret isimlərin üzərinə əlavə ediləcək. Məsələn, qələmlə, maşınla, bu şəkildə. Bunlar konkret isimlərdir və nə ilə sualına cavab vermiş olurlar. Bir vasitə məzmunu bildirirlər. Məsələn, yazını qələmlə yazdım. Nandən şəklində tələffüz edilirlər. Elə hamısı. Aha, deməli, maşınla gəldim, bir vasitə var. Yəni, bir şeydən istifadə edərək mən yazını yazmışam, maşınla gəlmişəm. Bu şəkildə bir vasitə məzmununu bildirmiş olurlar. Konkret ismin üzərinə artırılır. Amma zərf olanda mücərrəd məzmunu ismin üzərinə artırılacaq. Məsələn, zorla, güclə şəklində gördüyünüz kimi mücərrəd məzmunu ismin üzərinə artırılır. Bu şəkildə fərqləndirə bilərsiniz. Bir də deməli, bəzən belə hallarda ola bilər ki, bəzən deməli, qoşma olacaq, amma mücərrəd məzmunu ismin üzərinə artırılacaq. Bu, bəzi hallarda olur. Bəs bunu necə fərqləndirmək olar? Belə olduğu zaman nə ilə sualına cavab verəcək və vasitə məzmununu bildirmiş olacaq. Saxta nidalarla dolu kitablar. Nə ilə dolu kitablar? Nidalar ilə şəklində oldu, gördüyünüz kimi. Burada deməli, mücərrəd məzmunun ismin üzərinə artırılıb. Nə ilə sualın vermək olur? Bir vasitə məzmunu bildirir. Bu şəkildə də fərqləndirə bilərsiniz. Ondan sonra, burada deməli, dadə leksik şəkilçimiz var bizim. Bir də deməli, yerlik halın şəkilçisi var. Bunlar necə fərqləndirəcəyik? Mən sizə onu deyim. Dadə yerlik halın şəkilçisi olduğu vaxt sualın tərkibinə daxil olacaq. Məsələn, evdə onu gözləyirdilər. Harada sualına cavab verəcək? Harada. Və sualın tərkibinə daxil olmuş olacaq. Çünki bu qrammatik şəkilçidir. Qrammatik şəkilçilər sualın tərkibinə daxil olur. Bir də deyirəm ki, yazda gələrəm. Nə zaman gələrəm? Nə zaman? Və görürsünüz, nə zaman sualına deməli, cavab verdi və burada da biz görürük ki, bu sualın tərkibinə dadə daxil deyil. Nə zaman? Deməli, bu şəkildə fərqləndirəcəksiniz. Və bu daha çox leksik şəkilçi olanda onun, yazın, payızın, qışın, baharın və s. üzərinə artırılır və leksik şəkilçi o şəkildə yaranır. Onda, yazda, payızda şəklində. Və sualda nə vaxt, nə zaman olacaq? Diqqətli olun. Sonra deməli, mürəkkəb zərflərimiz var bizim. Addımbaşı müxtəlif mənalı sözlərin birləşməsindən yaranmış mürəkkəb zərfdir. Və ya üzü aşağı, üzü yuxarı, at üstü və s. şəklində ola bilər. Bir vurğu altında deyilir. Üzbəüz babə ilə yaranır. Məsələn, qapılar dalbadal açıldı, insanlar taybatay düzülmüşdü və s. Bunlardan yadda saxlayın ki, cürbəcür, növbənöv, rəngarəng və rəngbərəng mürəkkəb sifətlərdir. Bunlar mürəkkəb zərf getməyəcək. Tezə düşür, diqqətli olun. Sonra ayrı yazılan mürəkkəb zərflərimiz var. Hər gün, hər an, bugün, bu vaxt, bu saat, ilk dəfə və s. Təkrar edilən zərflərimiz var. Sadə və düzəltmə sözlərin köməyi ilə, yavaş-yavaş, ağıllı-ağıllı şəklində. İldən ilə bir tərəfi deməli şəkilçi qəbul edir, digər tərəfində şəkilçi olmur. Ara sıra, məsələn, gec-tez, yaxın mənalı söz ara sıra, gec-tez əks mənalı, sonra xısın-xısın, dizin-dizin, için-için, arıqda işlənə bilməyən sözlərin köməyi ilə, 1-ə 5 bir sayının köməyi ilə. Buna deməli yönlük hal şəkilsi əlavə edilir və bu şəkildə yazılır. 1-ə 5 bu şəkildə. Həmçinin 2-2, 3-3, 4-4 sayın təkrarlanmasına yaranan da mürəkkəb zərflərimiz var. Yəni say təkrarlanırsa buna mürəkkəb zərf deyəcəksiniz. Artıq o say getməyəcək. Bir də bunlardan hər gün, sonra o gün, bir də deməli bu gündən ehtiyatlı olun. Bunlar yeri gələndə bu hissəsi, deməli, ikinci hissəsi isim, birinci hissəsi əvəzlik olmuş olacaq.
Yeri gələndə də mürəkkəb zərf olub, bir suala cavab verib bir cümlə üzvü olacaqlar. Deyirəm ki, hər gün bizə gələrdi. Nə zaman bizə gələrdi? Hər gün. Və gördünüz, bir suala cavab verdi və zaman zərfliyi oldu. Bir də deyirəm ki, hər günün öz gözəlliyi var. Nəyin? Hər günün. Bax, nəyin gözəlliyi var? Günün gözəlliyi. Hansı günün? Hər günün. Görürsünüzmü? Deyirəm ki, bugün bizə gedək. Nə zaman bizə gedək? Bugün. Bir də deyirəm ki, bugün unudulmazdır. Nədir unudulmazdır? Nə gün? Hansı gün? Bugün. Yeri gələndə ayrılacaq. Ona görə də ki, bunlara görəndə elə birbaşa deməyin ki, bu mürəkkəb zərfdir. Bir sual verin. Görün, bunlar birlikdə bir suala cavab verir ya yox. Əgər birlikdə bir suala cavab verirsə, deməli mürəkkəb zərfdir. Cavab vermirsə, deməli siz bunları nə götürəcəksiniz? Deməli birinci tərəfin əvəzi, ikinci tərəf isə isim götürəcəksiniz. Birinci tərəfi təyin olacaq, ikinci tərəf isə müxtəlif nitq hissələri ola bilər. Müxtəlif, daha doğrusu cümlə üzvləri ola bilər. Bunlara diqqətli olun. Sonra deməli bizim zərf düzəldən şəkilçilərimiz amonimliyi var, yəni amonimdilər. Bunlardan gə var, birgə, süpürgə, yəni həm isim düzəldən leksik şəkilçidə, həm də zərf. Dan, dən və dadə haqqında isimdə danışmışdıq, isim bölməsində. Bir dəfə də təkrarlayaq. Bayaqlarda qeyd etdiyim kimi, sualın tərkibində dan, dəni görürsünüzsə, çıxışlı qalan şəkilçisidir. Görmürsünüzsə, zərf düzəldən leksik şəkilçidir. Həmçinin dadə yelikal şəkilçisidir. Sualın tərkibində görəcəksiniz. Bayaqları qeyd etdim. Amma görməsəz, deyirsiniz ki, bu leksik şəkilçidir. Baxın, gün, ay, il, həftə, yaz, yay, qış, bahar, payız, o, birlik, təklik kimi sözlərdən birinə qoşulurlar. Və bu şəkildə də zərf düzəldən leksik şəkilçi olur onlar. Sonra lalə şəkilçisi var. Bu haqda mən sizə artıq məlumat verdim. Bunlar deməli mücərrəd isimlərə qoşulanda zərf düzəldəcəklər. Amma konkret isimlərə qoşulanda qoşma olacaqlar. Konkret ismə qoşulduğu vaxt. Sonra həmçinin digər nitq hissələrindən feil də düzəldirlər. Məsələn, izləmək isimdən düzəldib, təmizləmək sifətdən düzəlib, zərfdənsə irəliləmək düzəlmişdir. Cacə var. Cacə deməli, bayaqlara qeyd elədim, daha çox dil bildirən sözün üzərinə əlavə ediləndə bu zərf düzəldən leksik şəkilçi olacaq. Qoşma kimi necə fərqlənir? Məncə oxumur, mən qədər, mən kimi, yəni bu qoşmalarını əvəz eləmək mümkün olur. Amma məsələn, zərf düzəldən leksik şəkilçidə belə bir əvəz etmə mümkün deyil. Ədat kimi mən sizə izah elədim. Düşüncə, əyləncə şəklində, deməli, düşünmək feilindən düşüncə ismi yaranır. Əylənmək feilindən əyləncə ismi yaranır. Yəni, feilin isim düzəlir. Amma zərf düzəldən leksik şəkilçi olduğu zaman daha çox isimlərdən, deməli, zərf düzəltmiş olacaq. Lığriq şəkilçisi haqqında danışaq. Bunda amonimliyi var. Həmişəlik, hələlik zərf düzəldir. Sonra isim düzəldir. Otluq, analıq. Sonra illik plan, payızlıq məhsul şəklində sifətlə düzəldir. Gördüyünüz kimi. Burada qeyd edilməsə də caqcaq şəkilçisi də var ki, bu da amonim şəkilçilər daxildir. Məsələn, deyirəm ki, o sevincək gəldi. Necə gəldi, nə cür gəldi? Zərf düzəldən leksik şəkilçi oldu. Bir tərəfi zərf. Deyirəm ki, o utancaq şagirddir. Necə şagirddir? Utancaq şagirddir. Burada oldu sifət. Bir də oyuncaq deyəndə artıq isim yaratmış olacaq. Gördüyünüz kimi, hər üç variantda da leksik şəkilçi kimi çıxış edə bilir. Caqcaq şəkilçisi. Bunu da yaxşı yadda saxlayın. Bugünü deməli bu qədər. Sağ olun.